Biz bilirik ki, yun parçanı ebanet çubuğa sürtəndə ebanet çubuq mənfi yüklənir. İndi gəlin parçamızı kürəciyimizə də sürtək. Görək buna bilən cəzb edirlər, yoxsa itələyirlər. Baxaq. Görürsünüz, cəzb edirlər. Deməli, nə baş verdi? Ebanet çubuq mənfi, bu kürəciyimizə müsbət yükləndi. İndi belə bir təcrübə aparıq sizlə. 2 dənə yarım kürələrimiz var. Kürəciyi müsbət yüklüyürük, yun parçası mənfi yüklənir. Bu qalsın burada. İndi uşaqlar baxın, yun parçası sürtürəm və ebanet çubuğu yüklürük mənfi. Və həmin o mənfi yüklənmiş ebanet çubuğu yaxınlaşdıracağım özümə yaxın olan metal halqı. Bu isə mənfi yükləndiyinə görə müsbət kürəciyi özünə doğru cəzb edir. Bu elektrostatik induksiya hadisəsi, yəni toxunma olmadan elektriklənmə adlanır.